Herkesin günü xeyirli, uğurlu olsun. Dostlar, Toyota Prius 20 Kuza hakkında suallara bugün cevap vereceğim. Son neçə gündür ki, bilirsiniz ki, bu maşın hakkında çəkilişlərin sayını artırmışam. İlk önce xahiş edirəm hər kəsdən kanalıma abunə olsun. Bu baxanlar hər bir şəxs bu videomu like eləsin. Yəni bu videonu like eləməyi mənə dəstək olmaq deməkdir. Demək, Toyota Prius 20 Kuza'dan sual verirlər bu batareykalar hakkında. Hər gün demək olar ki, batareyka mövzusundan toxunuram. Sual verirlər ki, batareyka xarab olsa biri, ikisi, yəni maşını sürüb getmək, usta yazıda olar. Bəli dostum, batareykanın biri, ikisi, üçü fərqi yoxdur. Neçəsi xarab olursa olsun, onsuz da maşını sürə bilirsiniz. Maşın standart başlayır benzin motorla işləməyə. Yəni hibrid işləmir də həmin vaxtları. Uca maşın sırf batareyka ilə işləməyə yığışdırır, sırf benzinlə işləməyə başlayır. Yəni benzin motor işləyir. Amma onu da deyim ki dostlar, bax sırf benzin motor işləyəndə motorun özü 1.4-də bilirsiniz. Motor başlayır naqruskada işləməyə. Yəni o bir standartdan bir balaca aparatda işləməyə başlayır. O da ki ziyandır. Benzin çox işlədir. Motor yağı biraz tez qaralmağa başlayır. Yəni belə bir söhbətlər var. Sonra ABS-in dünənki videolarımda, sırancı videolarımda bir dənə ABS-in içində qoqqultu səsi var. ABS hava düşüb, onu necə bərpa eləmək haqqında suallar verirlər. Düzdür, onu siz özünüz bərpa elə bilməlisiniz. Çünki niyə görə? Həm podyomlikdə havası çıxmalıdır, həm də ki o kompüterlə kalibrafka deyirlər də proqram yazılmalıdır. ABS-ə təzədən proqram yazılmalıdır. Hava düşürsə onu, yeni dedimdə yanınız üstü çıxarda bilər. Çoxları özləri deyir ki, qardaş öyrət bizə necə. Hə öyrədim, açıb boşalda bilərsən. Böyük bir şey deyil, çətin bir şey deyil. Amma onun sonra proqram verilməsinə hökmən şəkildə 20 Kuza'nın ustası lazımdır. Sonra belə deyək də, çoxları maşın almaq istəyirlər 20 Kuza. Deyir, ABS-i necə yoxlaya bilərik? ABS-i aparırsınız elektrikin yanına, yəni Prius elektrikin yanına, ha da aparıb Jiguli elektrikin yanına, nə bilim Mercedes elektrikin yanına, yox. Sırf Prius'un ustasının yanına gedirsiniz. Prius ustasının yanında belə deyək də kompüter salırlar. ABS-də də onsuz da heç nə görsənmir. Bir dənə sadəcə olaraq ABS-in boosterində təzyiqin ölçülməsini göstərə bilir ki, təzyiq çox çıxır, az çıxır. Yəni belə ABS-in çox işləyəcək, az işləyəcək şeyi, fikri o bu belə deyək də şansa buraxılmış da, işləyər, işləməz xərab olar, nə bilim belə. Sonra keçək 20 Kuza'nın korobkasını soruşurlar. Korobkası neçədir? 200-300 manat civarındadır. Yəni çox bahada deyil, çox ucuz da deyil. Ucuz tapa bilərsiniz. Ucuz ətin şorbası olmaz. Ucuz olanda yəqin ki maşında problem olub. Korobkanı gətirib servisə dərdəyimizi qiymətə satıblar, servisdə satır. Onu da deyim ki dostlar, çalışın Prius 20 Kuza'ya. Ümumiyyətlə başqa maşınlardan bilmirəm, amma çalışın 20 Kuza sürənlər Örüxandan mala alanda belə deyək də işlənmiş alın, işlənmiş üstündən çıxan alın. Məsələn, bu yaxında mən gördünüzsə, keçmiş videolarımda paylaşmışam. Inventor'ın pompasını dəyişdim. 30 Kuza qoymuşdum. Əslində bu haqda çəkiliş eləmək istəyirdim təzədən. 30 Kuza qoymuşdum, amma təzəsini qoymuşdum. Inventor'ın pompası xərab oldu. Heç 9 gün, 8 gün çəkmədi. Amma üstündən çıxma işlənmiş 30 Kuza'nın üçün qoydum. İdeal şəkildədir. Yəni bir problem yox, nə səsi, nə çıqqıltısı. Həmişə çalışın, malı yoxlayın. Çox adam var ki, sürür maşın, amma maşından anlayışı yoxdur. Amma çox adam var ki, maşını sürür, maşından ideal anlayışı var. Məsələn, mən o gün maşın üçün 2-3 dənə zapsas almaq istəyirdim. Fikirləşdim, tezəsini alım. Sonra fikirləşdim, yuxarı git sürüm Ölüxanıya. Ölüxanda maşının üstündən çıxmalar,
Amerikanka Zavaskoy gələndə maşının üstündən çıxmalar var ki, o materiallardan alım. Adi keçən dəfə 20 Kuzaya qranat soruşdum. Məsəl üçün təzəsi 80 manatdır, 60 manatdır, işləmişə 80 manatdır. Gör nə qədər fərq var. Çalışın ümumiyyətlə maşına bir şey alanda ya bahalı olun, ya orijinal olun. Yəni üstündən çıxmış olsun. Onda o həmin aldığınız şey sizi incitməyəcək. Bugünlük bu qədər dostlar. Kanalıma hər bir qardaşımdan xahiş edirəm ki, abunə olsun. Videoma bu baxdığınız videoma like eləyin. Yəni bu baxdığınız videonun like-a çox böyük ehtiyacım var. Sağ olun, salamat qalın.